أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. Bardıq maqtav, şükürlərimiz aləmlərinin hocası, tərbiyəçisi Allah-u Teala'ya olsa idi. Aləmlərə rəhmət üçün kilgən, Peyğəmbərlərinin ən sınqısı, kişilərinin ən xeyirlisi, seyidli Peyğəmbərimizə, Muhammed Aleyhisselam'a gümül durumuzdan çıxan salavatlarımız, həm sələmlərimiz irişsə idi. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu. Hər birimizə Allah'ın sələmi, rəhməti, həm bərəkəti olsa idi. Xalqımızda görkəm bolğan adətlər, qırıf adətlər, elhamdülillah, var. Şulardan birisi bu dini məclislər. Dini məclislərdə indi Qur'an oxulub, qadir münəcətlər aytılıb, zikirlər aytılıb, dualar qılıb, Allah-u Teala'dan sorab. Bu məclislər bu xalqımızın görkəm adət. Həm bilgənimizcə dinimizni saqlab qalırğa bir səbəb bolğan Sovet çağındadır. Kimdir vafat bulsa, anı iskə alıb, jıyılğan məclislər, bala tutsa, isim qoşu məclisləri, Aqiqa qurbanının vaxtda indi bəbi çayı deyib ülkərlə şunday bəbi budqası deyib bitirliqdə çay ülkərlə Qur'anlar oxub dua qılğanlar, nikah məclisləri olsun, onlar da görkəm bitirib, matur etdirib, ilərdə uzdırılğan. Bunday məclislərin faydası nindi deyib etsək, Peyğəmbərimiz Muhammed Aleyhisselam'ın hadislərindən anlaşılğanca, əgər kişilər bir orunğa jıyılsalar, Allah'ını iskə alırğa deyib, Qur'an okurğa deyib, dualar qılırğa deyib, anday orunlarga Allah-u Teala tinçlığın, bərəkətin indirə. Anday orunlarda fəriştələr də bula. Anday orunlarda qılğan dualar, diləyən tiləklər də inşallah qabul bula. Həm qayır hadislərdən anlaşılğanca, şu məclislərdə qatnaşqan kişilərinin Allah-u Teala şulay günahlarını qafu itəliyən. Əlbəttə, indi mühtərəm cəməət, İslam dini ortalıq dini. Qaysı bir vaxtda bu məclislərini farız dərəcəsinə götərgən kişilər də var. Bu məclisini ötkərməsən, günah bula ikən, yaram edib, muhtaç bulan kişilər də buruçqa ağçalar alıb, buruçqa istədilər, əzirlər, günlərdir sıyla, bu kişilərin də üzləri də qaya kilgənlərində anlamayacaq, rəhmət də etməyəcək, şükür də qılmayacaq, gidib baratırğan şunday vaxtlar da, şunday məclislər də bulurğan ikən. Bu məclislər farız deyil. Bu məclislərini ütkərdik ikən, məclis savab bula. Ütkərməsək, günahı yox. Həmin də məmnun gündə köp günə kişilər ölürlər indi məcliskə uğaç, günahlar çaxırabız da, bu məclisdə suy xürmət, küp bulurğa, deyiş, qıybatlı itlər, qıybatlı balıqlar, türlü saatlar, türlü aşlar çıxarıb göstərdilər. Bu biraz riyağa kirib getdiyi mümkün. Allah-u Teala Qur'anda aytgan Bismillahirrahmanirrahim. Kulu və şrabu və la tusrifu innehu la yuhibbul musrifin. Aşağız, içiniz, lakin israf qılmağız. İsraflıqla Allah-u Teala israf qılını yaratmaydigan. Şunun üçün artıq israf qılmasaq idi. Bu məclislərdə birinci oranda aşağı ucu tügül, bu məclislərdə Qur'an tınlav, Qur'an oku, vəğəzlər tınlav olsa idi. Bu məcliskə kilgən kişi də, məclisinə alıb barman kişi də, o da indi aşağı qaytırğalına, sadaqa alıb qaytırğalına deyib tügül, o Allah'ın dinin, Allah'ın sözlərin kişilərə yetkirücü. Anın üstündə əmənət bulub da. Allah'ın var ikərliyi, namaz oku, uraza tutu, üzünə də Qur'anlar oku, dualar qılı, gerekliğin iskə düşürülüşü kişi. Əgər biz barıb iskə düşürməsək,
vazlar söylemesek, aşağı düşüp gene kaytsak, kıyamet gününde şu mecliste bulunan kişiler bizi yanına gelip eytüleri mümkün. Hazret, abi, abstay, sen bit mecliste buldun, şimdi birge oturdu, dünya turunda, turmuş turunda, mal turunda, maşinalar turunda söyleştik. Nixon sen bizge biraz Allah turunda iske almadın. Namazlar okura kireykenliğin, urazalar tutara kireykenliğin, Allah'ın dinin irenlere kireykenliğin eğitmedin deyip Allah sırayacak. Bu alaydan ötürü Allah sırayacak, Allah karşında çıkış cevap veririz. Ben şuna göre biz mecliske barabız iken Allah rizalığı için deyip savab alırga, kişilerini ümitlerge, nasihatlerge, görken gidip hikmet bilen baraba deyiş. Hem şuna muhterem cemaat meclisini iştirgan kişilerde onlarga deyişler, ne kadar bir kişi uylu yılga bir mertebe meclis ütkeren de mulla şakırtıp Kur'an okutan da benim isten tıştı deyip. Hayır, biz mullalar barabız, okuyubuz, dua kılabız, Allah'tan sırayız, ansı da kirek, ansı da eybet, ansı da Allah Teala kabul etsin. Lakin, hoca kişi yüzde Allah-u Teala'dan sırarga, dualar kılırga deyiş. Bunda hikmet uzun dua kılı degenden, uzun süreler oku degenden tügü, ihlaslık. Belki kulağımızını ko'tarib, hatta kulunu ko'tarmasa da Allah Teala'dan şın ko'ngildan so'rasak, ya Rabbim, günahlarımni g'afur et, o'zimni günahlarımni, dinimni, aniyimni, bolalarımni, tug'anlarimni günahlarını g'afur etsang edi deb so'rasak, Allah Teala shuni qabul etadi. Hem indi zo'r baxt, muhtaram jamoat, agar da endi o'zining bolam, o'zining onoqlarim o'zini uchun so'rasalar. Hem özümüzge de zor baxt, özümüz kolumuzni ko'tarib, özümüz Allah-u Teala'dan tuğanlarımız için sırav. Şuna hazırlansak idi, şunday bolalar terbiyelep kaldıra alsak idi, özümüzden sındıqaşı bulgan. Şuna bar muhterem aziz kardeşlerim, qaybir Müslümanlardan iştirga turib kelaynik, andi meclisler ütkereler, nersege kirek, uylandırıp çağırgan, bu bid'at deyip, bu alaydan deyip aytib bulmayı. Bütün eyberler bid'atka, yamanlıkka kirtirgen tügül. Çünkü biz Kur'an'a çıkıp bu mümkünde astanlıfkıda kişiye bağa sili almayız. Bizden anda tınlamıyorlar da aynı ige kilip ilerinde bağa silesek bu ütümlerek bula kişi anı tınlıyor. Muhammed sallallahu aleyhi ve sellem'nin bir etken sözleri var. Buna Müslümanın, ikinci Müslüman aldığında 6 türlü bir hadislerde 5 türlü hakkı var deyip aytilgan. Birincisi, görüşsen sen ona selam ver. Selamga cevap qaytar degan. Ne mecliske barabız iken biz tuğanlarımız, yakınlarımız bilen görüşebiz. Onlar bizge Esselamu Aleyküm deyip ayta, biz onlara ve Aleyküm Esselam deyip ayta, özümüzün şulay hakkımızını öteyimiz. Şulay Peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem aytgan, qayda şakırdılar, şakırılgan orunga bar deyilgen. Elbette yine haram degan araqlı meclislerge tügül, Kur'an okulatırgan, bağa silanatırgan, Allah'ını iske alınatırgan mecliske bardı biken, onda barımız. Onda barıp, şu fırsatını davet için kullanırlar deyişimiz. Şular aytile, eğer kişi tışkırsa, tışkırıp, elhamdülillah deyip aytsa, biz yarhamuka Allah deyip aytırga deyişli bulabız iken. Mecliste de bulurman kim, kimler tışkırıp koya, elhamdülillah deyip ayta, biz yarhamuka Allah deyip şular özümüzden hakkımızını öteyimiz. Şular Peygamberimiz Muhammed Aleyhisselam aytgan Müslümanın ikinci Müslüman aldığında bulgan haklarından kengeş sırasa, kengeşke cevap verir, kengeşler verir. Ne görebilirsin meclislerde bulganda idler biraz sileşip ala, kimdir yırt nişik tızırga, maşina nişik düzeltirga deyip, apalarımız indi ne bu tortunu, bu pirokunu nişik pişirdi, kayan reseptları, kayan aldığız deyip, bir-birisine kengeşler birerler, şulay şu medresege barıp okulurga bula, şunda bilim alırga bula deyip, biz bir-birimize kengeşler bireriz. Bu da öteler. Hem şulay muhterem cemaat Müslümanın ikinci Müslüman alında bulgan haklarından ağırıp gitse halim bilirge barur deyilgen. Mecliste şulay bulurgan mümkün, ağırgan kişi anın halim bile alabız. Anırga sıraşa alabız hallerini, tınışlandıra alabız, şulay dualar kıla alabız. Allah Teala şifalar bilsin deyip hem anardan da
duasını alabız, bizə də Allah təala tövfiq, hidayət versən idi deyib, avru kişinin duası da qəbul olar. Həm 6-cı haqqı müsəlmanın, 2-ci müsəlmanın aldında ölüb getsə, anı zata varmı? Anı kəfilləv, yolu, gülmü, cinazasını oku, bizim istər bolğan olur. Şulay indi mənə bu məclisdə, əgər məyit məclisi olsa, mərhumlərə biz alardan sadaqa tügül, biz alarga yerdən itəb alabız. Gildik ikən şu məclisdə yığılan sadaqanı qaldıra alabız. Yəki məşqdən biraz yerdən alarga alıb kilə alabız, alarını şulay şartlandıra alabız. Şuna görə müddi fırsatlarını bundan çıxındırmasak idi. Qavatlab aytəm, biz indi bu məclislərini farz dərəcəsinə də kütərgə deyiş tügül, bütünləy bidğat deyib, tişrib qaldırıqa da deyiş tügülmüz. Turmuşda türlü məclisdə qatnaşqanımız var. Kimlər araqlı məclisdə qatnaşa, bəlkə araqlı məclisdə ol künəllədir, jırlıylar, biyilər, külələr, dostlar, aytələr. Lakin araqlı məclis bitkəndən sonra kişinin kümülündə burçu, kümülündə tunçsızlıq, qanaətsizlik barlığa kilə. Qur'an məclisləri bulğan orunda jırlamıylar, biyimilər, andetıqı dostlar aytmıylar. Lakin Qur'an məclisi ütkəndən sonra kim uyuşturğan bu ailədə üzünə görə bir bərəkət, көңіл tınışlığı olub, quş tutqan kimi şadlanıb getər. Şunday hisslər, şunday ruhi rizq Allah. Allah-u Teala köngüllərimizə, tanışlarımızğa, həm şulay gövdələrimizə özünə bərəkətin, sağlıq, sələmətliğin nasib etsə idi, bələ qaza əfətlərdən ümid qılsa idi. Okuyan Qur'anlarımız, qılğan dualarımız, məclislərdə, həm başqa vaxtlarda qəbul olsa idi. Esselamu aleyküm və rəhmətullahi və bərəkətuhu.